balıq, balıq, günəş, günəş, quyu, quyu, qoyun, qoyun, qayıq. qayıq. Müəllimə, videoların şərh hissəsində əsasən görürəm. Əsəri oxuyuruq, yadımızdan çıxır ya da yadımızda qalır, sabah unuduruq. Nə edə bilərik? Hansı üsuldan istifadə edirik? Adətən ədəbiyyata hazırlaşan abituriyentlərimiz ya tarix oxuyan abituriyentlərimizdən belə bir şikayətlər gəlir. İndi digər qrupa hazırlaşan abituriyentlərimiz də siz də diqqətlə qulaq asın. Sizin üçün də faydalı bir versiyadır. Əsəri unutmamaq üçün, oxuduğunuz bir şeyi unutmamaq üçün onu beyninizdə canlandırmalısınız. Yəni animasiya kimi qurmalısınız onu. Şəkilləri birləşdirməlisiniz, bir animasiya kimi canlandırmalısınız. Aydındır? Yəni mən məsələn dünya ədəbiyyatından, Azərbaycan ədəbiyyatından o qədər əsərlər oxuyuram da, bir dəfə oxuyanda onlar bütün epizodlar mənim yadımda qalır. Hansı üsuldan istifadə edirəm? Animasiya üsulundan. O əsəri beynimdə canlandırıram. Ədəbiyyatda da görürsüz ki, bəzən şagirdlərə, abituriyentlərimizə dərs keçəndə mən onu lövhədə açıram şəkillərlə, animasiyalarla və ya tamaşa olaraq göstərirəm ki, o beynimizdə daha yaxşı qalsın. Gəlin, yəni bu üsul həm söz əzbərləməkdə deyim sizə, ingilis dilində məsələn, söz əzbərləməkdə kömək olacaq, həm mətni tez qavramaqda kömək olacaq. İstəyirsiniz praktik olaraq sizə göstərim. İndi cümlələr uzun olduğu üçün gəlin sözlər üzərində göstərək. Ağa, hazırsan sən yəni mənə burada kömək eləyəcəksən. Hazıram. İndi mən sənə 10 söz deyəcəm. Təbii ki, bizim mən məqsədim limitlə bu sözləri yadda saxlamaqdır. Mən sözləri müəyyən aralıqla sayacağam sənə. Sən bunları yadda saxlamağa çalış və mənə ardıcıllıqla deyəsən. Yaxşı, getdik. Bizi izləyənlər siz də yadda saxlayın, bir-bir deyərsiniz ağa ilə birlikdə. Başladıq. A, deməli, birinci balıq, balıq, günəş, günəş, quyu, quyu, qoyun, qoyun, qayıq, qayıq, alov, alov, masa, masa, top, top, təyyarə, təyyarə, fil. fil. Sözlərimiz bu 10 sözümüz bu qədərdir. İndi sən bu sözləri başdan say. Qayıq, top, Birinci bu qayıq demədi axı. Günəş, balıq, günəş, Balıq, günəş, toyuq, toyuq. toyuq demə, Toyuq yox idi. Görürsüz sözlərin arasında toyuq yoxdur. İkincisi də görürsüz ardıcıllığı qarışdırdı. Həm də məsələn siz də əsəri oxuyanda o epizodlar arasındakı ardıcıllığı qarışdıra bilərsiniz, amma bizdən ardıcıllıq sualı soruşula bilər. Gəlin indi bunu beynimizdə animasiya şəklində quraq, yəni canlandıraq. Görək ağanın yadına qalır yoxsa yox. Ağanın yadına qalacaqsa deməli hamımızın yadına qala bilər. Siz də bu üsulu sınayın. Getdik. Ağa bax sənə ikinci üsulu deyirəm. Bunu animasiya şəklində quraq gəl. Birinci, fərz elə ki böyük bir balığın var. Düzdür? O balığı qoysan günəşin üzərinə, dən canlandır animasiyasını qur. Sanki bişirirsən. Gördün? Balıq günəşin üzərində qızardı, düzdür? Balıq günəş qızardı. Həmin onu heç kim yeməsin deyə quyuda gizlədirsən. Quyu. Quyuda gizlətdin, görsən ki, quyudan səs gəlir. Baxırsan ki, bir qoyun var imiş quyuda. Qoyun. O qoyunu quyudan çıxardırsan, qoyursan qayığın içinə. Özünlə aparasan da. Qayığın içərisinə qoydun. Qəfildən qayıqda alov oldu. Yəni yanır. Alov. Biraz şişirdək. Alovu götürsən, atırsan masanın üstünə. Masanın üstünə attın. Baxırsan ki, masanın yanında top var imiş. Topu götürüm. Top. Topu götürdün, at təyyarənin üstünə. Atdım mən. Attın, təyyarə sanki tarazlığını itirdi. Düşdü bir filin üstünə. Filin? Filin üstünə. Sonuncu sözümüz fil idi. Yadında qaldı indi bu üsul. Gəl bir sözlər say görək, hansı sözlər idi birinci? Birinci nəyin var idi? Balıq. Sonra? Günəş. Günəş. Quyu. Quyu. Qoyun. Qoyun. Qayıq. Qayıq. Alov. Alov. Stol. Masa, stol. Top var idi. Top. Topu da attım basket. Ara. Nəyin üstə attın? Təyyarəyə attım. Təyyarə. Təyyarə düşdü filin üstünə. Fil. 10 sözümüzü gördünüz necə yadda saxladıq. İndi ağaya desəm elə bu sözləri tərsdən də sayar. Tərsdən saya bilərsən? Yoxlayım da. Gəl. Fil, təyyarə, top, masa, masa, alov, qayıq, qayıq, qoyun, qoyun, quyu, quyu, günəş, günəş, balıq. Balıq. Gördünüz, bu texnika ilə yadda saxlaya bilərsiniz siz sözləri. Yəni onları beyninizdə sözlər deyəndə yəni əsəri beyninizdə canlandırmağa çalışın. Beyninizdə canlandırmasanız, yəni bu sizin yadınızda qalmayacaq. Çünki bizim beynimiz yəni bir şeyi görəndə daha çox yadda saxlayır, eşidəndə yox. Görəndə daha çox yadda saxlayır. O şəkil olan yaddaş beynimizdən istifadə eləyək, yəni yaddaşımızdan istifadə eləyək, əsərləri, oxuduğumuz hər şeyi rahatlıqla yadda saxlaya bilərik. Məndən hələ ki bu qədər. Bu tip texnikalar istəyirsinizsə, yorumlarda bildirin, belə videoların ardı gəlsin. Mətnlərdə çətinliyiniz varsa, ümumiyyətlə hansısa fənni mənimsəməkdə çətinliyiniz varsa, bizim onlayn dərslərimizə qoşula bilərsiniz. Həm dərs qruplarımıza, həm sınaq qruplarımıza, həm də mətn qruplarımıza qoşula bilərsiniz. Qoşulmaq üçün 055 597 01 51 nömrəsinə yazıb qeydiyyatdan keçə bilərsiniz. Bu qədər.